Səbəbi soruşulsa ki, nədən əmələ gəlir? Sistem xəstəliklərin başlıca səbəbi bilinmir. Autoimmun öz-özünə yaranan xəstəlikləri biz deyirik. Tibbdə biz ona autoimmun deyirik. İmmun sistemdə əslində immun hüceyrələrimiz bizi qorumaq üçün təşkil olunmuş bir sistemdir. Lakin revmatik xəstəlik zamanı bizim hüceyrələrimiz oynaq ətrafındakı sinovial qişalara, oynaq ətrafındakı kapsulaya, qığırdağa yad maddə kimi qarşılayır və onu dəf eləməyə çalışır. Nəticədə oynaqda aseptik, oynağa məxsus iltihabı bir proses formalaşır. Həmin prosesin nəticəsində də oynaq zədələnməyə başlayır. Oynaq nahiyəsi böyüyür, şişkinləşir, qızarır, temperatur yerli olaraq artır. Bu əlamətlərlə oynaq xəstəliyi üzə çıxır. Amma tək autoimmun yox, müxtəlif maddələr mübadiləsiz pozulması şəraitində də revmatik xəstəliklər üzə çıxa bilər. Bir də revmatik xəstəliklərin üzə çıxmasına risk faktorları var. Uzun müddətli yüksək çəkidən əziyyət çəkən insanlar risk qrupuna aiddir. Yaxın dərəcəli qohumlarda iltihabı revmatik xəstəliyi olan insanlar, məsələn, atada, anada və yaxud da xala bibidə olacaq, ehtimal gələcək nəsillərdə üzə çıxmaq ehtimalı çoxdur. Bəzi revmatik xəstəliklər var ki, irqə görə və yaxud da hava şəraitinə görə, əraziyə görə də çoxluq təşkil edərək regional olaraq dəyişiklik göstərir, üzə çıxmasında dəyişikliklər